Hər kəs salam uşaqlar. Bugün biz alkanların qalan testlərini izah eləyəcəyik. Video başlamazdan əvvəl kanala abunə olsanız, video like atsanız sevinərəm. Çünki bu mənim üçün çox önəmlidir. Başlayaq 95-ci suala. 95-ci sualda nə deyir? Deyir 82 qram CH3CO natrium 20 qram natrium OH qızdırdıqda neçə litr qaz alınar deyir. Düzdürmü? Deməli, gəlin izah eləyək biz bu sualımızı. Yazıram, biz burada reaksiyamızı yazmalıyıq. Əlbəttə ki, birinci CH3CO natrium üzərinə gəlirik natrium OH-ı. Uşaqlar, buradan alınır. Deməli, biz izah eləmişdik ki, baxın, bu şəkildə götürür bu hissə. Nə olur? 2 dənə natrium yazıram. Natrium 2. Bir dənə karbonumuz var burada. Karbon. Oksigende 3 dənədir. CO3. Və buradakı CH3-də bu hidrogeni götürür, alınır nə? CH4. Yəni metan. Deməli, biz aldıq natrium 2, CO3 və CH4. Düzdürmü? İndi bizə baxın nə deyir. Deyir ki, 82 qram CH3CO natrium 20 qram natrium OH-ı qızdırdıqda. Bura yazıram onda. 82. Burada yazıram. Bunu biraz balacalandıraq. Böyüdür. Burada yazıram 20. Tamam mı? İndi öz kütləsinə baxın. Bunun öz kütləsi burada deyir 82-dir. Baxın. Burada da 40-dır. Natrium OH-ın altına yazıram 40. İndi biz 82-82 bölürük eləyir 1. 20-ni də 40-a bölürük 0.5. Hansı az olarsa, yəni 1 yoxsa 0.5 azdır. Əlbəttə ki 0.5 az. Deməli bu tam sərf olunur. CH3CO natrium isə artıq qalır. Ona görə biz həmişə reaksiyanı tam sərf olunan əsasına aparmalıyıq. Yəni natrium OH-ını aparacaq. İndi 40 qram natrium OH girəndə neçə CH4? Neçə litr CH4 olur? 22.4 litr. Düzdürmü? 22.4 yazıram bura. 22.4 litr. Amma 20 qram natrium OH-a X bilmirəm. 20'ye X, reaksiyanın üstüne 40 gramlı da 22.4 litrdir. Buradan X'imiz da eləyir 11.2 litr. Baxın, bu qayda ilə həll elədik. Cavabımız elədi 11.2 litr. Baxaq 96-cı suala. 96-da nə deyir? Deyir 0.1 mol karbohidrogen tam yandıqda 0.3 mol CO2 alınıb və 7.2 qramda su alınmışsa. Bu maddəni müəyyən edin. Uşaqlar, bütün karbohidrogenlər yananda, bütün karbohidrogen. Karbohidrogen nədir? Karbon və hidrogen. CX-H2-dir yəni. Bunların hamısı yananda oksigen gəlinir üzərinə və hamısı yananda karbon qaz alınır. Yəni CO2 və su alınır. H2O. Ne baxın. Bizə deyir ki, 0.1 mol, yəni bu 0.1 mol götür. Bu 0.1 mol yananda 0.3 alınır. Baxın, burada CX olanda burada biz X yazırıq yəni. Məsələn, deyirəm ki, C5, məsələn, H12, düzdürmü? Yansa əgər 5 karbonu var deyə 5 CO2 alınacaq. Və 12 hidrogeni var deyə 6 su alınacaq ki, suda H2O-da axı 2 dənə hidrogeni var. 6-ını 2-yə vurub 12 eləsin. Və bu qayda ilə. İndi baxın. 0.1 moluna 0.3 alınırsa 1 moluna da 3 alınır, düzdür? Mən vergülləri atsam, baxın. 1 moluna 3 CO2 alınır. Yəni 3 CO2 aldıq biz. Bunu yuxarıdakını nümunə kimi göstərdim. Bir dəqiqə. Aha. İndi bura X yazım, Y yazım. Bir dəqiqə.
İndi bu x-də bilmirəm və y-dir. 0,1 moluna 0,3 deməli 1 moluna 3'dür. Karbon qazı 3 alındı, düzdürmü? 3 karbon qazı, neçə karbon var? 3 karbon var. Deməli x-imiz neçə oldu? 3 oldu. Hidrogen tapaq. Deyək 7,2 qram su alınmışsa, 0,1-nə 7,2 qramsa 1 moluna 72 qramdır, düzdürmü? 72 qram su görək neçə moldu? Mu bərabərdir, molunu tapmalıyam. 72'ni bölürəm suyun öz kütləsinə. Suyun öz kütləsi də 16 oksigen üzrə 2 hidrogen gəldi, 18 edir. 18'ə bu da elədir 4 mol. 4 dənə də su. 4 suda neçə hidrogen var? 8 hidrogen var. Y-imiz də olur 8. Deməli bizim karbohidrogenimiz C3H8 imiş. Cavabımız deyir A variantı. Baxaq 97'yə. Deyir ki, hansı karbohidrogenin 3 molunun 15 mol oksigene tam yanmasından 9 mol CO2 alınır. Deməli, baxaq. Bu x-i silim. Bunu da silirəm, bunu da silirəm. İndi baxın. Deyir ki, 3 moldan 9 CO2 alınır. Düzdürmü? Bəs 1 molunun neçə CO2 alınır? X. X da eləyir 3. 3 CO2. 3 CO2'də neçə karbon var? 3 karbon. Deməli, karbonumuz 3'dür. H-ımız da Y-dir. İndi gəlin H-ı tapaq. Bax, karbon 3 tapdıq. Düzdürmü? Tapdıq. İndi 15 mol oksigende. Oksigenimiz de 15. Yazdım bura 15. Ay uşaqlar. İndi bu karbon 3'dürsə, burada 3 düşür. Əlbəttə ki. İndi baxın. Neçə oksigen oldu burada? 30. Düzdürmü? Burada neçə oksigen var? 6. 30'dan 6 çıx 24. Deməli burada 30 oksigenimiz var, düzdürmü? 6'sı da buradadır. İndi bura 24 qalır. Bir dəqiqə, hə. 3 molu 15'dirsə, bu 15 olmuş uşaqlar. Dəqiqə. Mən deyirəm, bu niyə belə çox cavab çıxır. Bax, yenə yazmalıyam mən. 3 molu girəndə, 3 molu yəni 15 oksigenlə girirsə, 1 molu X. X deyilir 5 oksigen. 5 mol O2 yəni. Deməli, o zaman mən bura 5 yazacağım. Tamam mı? Bu 30'ları silim. 5 oksigen oldu. Burada deməli 15 oksigenimiz var. Dəqiqə uşaqlar, 10 oksigenimiz oldu. 3 görürəm onu. Aha, deməli oldu 10 oksigen. Düzdürmü? 10 oksigenin 6'sı burada var. Baxın, 6 oksigenimiz burada var. Onu bura 4'ü qalır. Burada neçə hidrogen oldu? 4'ü 2'yə vuraram, 8 hidrogen. Onda kimdə olar? 8. Cevabımız deyir C 3H8. C variantı. Baxaq 98'ə. Deyir 2,3 dimetil butanın izomerini göstərin. Burada biz karbonlarla geçsək, baxın. Dimetil. Metil nədir? CH3. Düzdürmü? Dimetil yəni 2 metil deməkdir. Yəni 2 metilimiz var. Butanda isə C4H10'dur. Düzdürmü? Burada neçə karbon oldu? 2 karbon burada, 4 karbon burada. Gəlin silək buranı. Ümumi bizim 6 karbonumuz oldu. Yəni oldu C6H14. İndi gəlin baxaq görə hansında 6 karbon var. Pentanda 5 karbon var. Dimetildə də 2 olar. 5'i 7 karbon elədi bu. Getdi. B'də pentan 5'dir. Metildə bir dənə karbonu var 6.
Bu qalsın. Heptan. Heptan 7 karbondur. Dimetil pentan. Pentanda 5, dimetillər 2 karbon. Yenə bu 7 karbon elədi. Pentanda demək ki 5 karbon. Hansı alt elədi? B variantı. Demək cavabımız B-dir. Yəni izomerdə karbon, hidrogen sayı eyni qalır. Sadəcə birləşmə ardıcıllığı dəyişir. Würz reaksiyasında nə dəyişir? Uşaqlar, mən bunu dərs izahında da qeyd eləmişdim ki, Würz reaksiyasında dəyişməyən karbonun valentliyi, hidrogenin valentliyi və hidrogen oksijeşmə dərəcəsidir. Hidrogen oksijeşmə dərəcəsi dəyişmir. Karbonla hidrogenin də valentliyi dəyişmir. Tamam mı? Və karbon atomun hibridləşmə vəziyyəti dəyişir. Ona görə dəyişməyən bizdə oldu. Cavabımız C variantı. 100-ə baxırıq. Hansı reaksiya deyil? Doğru deyil. C5H12 alkandır. Alkanların üzərinə hidrogen gəlmək olmaz. Alkanlar yəni özünə hidrogen birləşdirmir. Alkanlar birləşmə reaksiyasına getmir. Ona görə də elə A variantı doğru deyil. Heksan. Heksanın 4 hidrogen çıxanda nə alınır deyir. 3 heksan nədir? 6 karbondur. 6 karbonlu alkanımız 14, C6H14'dür. Bundan biz 4 mol hidrogen çıxsaq, yəni 8 hidrogen çıxsaq, 14-dən 8 çıxsaq, C6H6 eləyir. C6H6 uşaqlar benzoldur. Yəni cavabımız elədir B variantı. Tamam mı? İndi baxırıq 102-yə. N sayda karbon atomu olan alkan molekulunda cəmi neçə sigma rabitəsi var? Alkanların formulunu yazmalıyıq. Birinci, alkanlar, belə yazın. Alkanlar CnH2 plus 2-dir uşaqlar. Alkanlarda sigma rabitəni tapmaq üçün atom sayından bir vahid çıxırıq. Atom sayı 3n plus 2-dir. Deməli, bu da Y variantı qeyd olunmayıb, amma Y variantı 3n plus 1-dir uşaqlar. Ona görə Y'dir cavabımız. 3n plus 1. Baxaq bura. N sayda karbon atomu olan alkan molekulunda neçə karbon, hidrogen, sigma rabitəsi var? Uşaqlar, yenə formulumuzu yazmalıyıq. CnH2n üstəgəl 2-dir formulumuz. İndi bizə deyir sigma yox, karbon, hidrogen, sigma. Karbon, hidrogen, sigma, hidrogen sayını götürəcəksiniz. Yəni, bu 2n plus 2-ni götürəcəksiniz. O da A variantı eləyir. Baxaq. Biz 104-cü suala. 104-də nə deyir uşaqlar? Deyir 2R CH2 xlor qeyd olunur. Natrium xlor. Üzərinə natrium gəlinib, natrium xloru çıxardıq. Buradan OH biz bilir ki, natrium xlorla birləşir, natrium xloru alınır. Yəni, burada deyir ki, reaksiya məhlulunda natrium xlor da var. Amma biz natrium xloru çıxarmışıq, deyir. Onu demək istəyir. Tamam mı? Və deyir, bu radikaldır. Hansısa bir radikaldır. CH2 ilə. Tamam mı? Və belə baxsınız. O da, baxın, bu tərəfi, bu CH2 düzdürmü? Bu CH2 burada güzgüsü əks olunubdur. Ancaq baxın, bu gəlib burada eyni alınıb. Görürsünüz, karbon, karbon, yuxarı CH3, aşağısı CH3 görürsünüz. Yenə burada CH3, CH3. Deməli, o zaman bizim radikalımız hansıdır? Gəlin göstərək. Baxın, bu hissə bizim E radikalımız olur. Bu CH2-də buradakı CH2-dir. Bu sarı göstərdiyim yer və bura bizim E radikalımızdır. O da B variantında qeyd olunub uşaqlar. Baxaq 105-ə. Nə deyir? Molekul hidrogen atomlarının sayı 2n plus 1 üstəgəl 2-dir. Molekulda karbon atomlarının sayını tapın. Ay uşaqlar, formulumuz bu deyil.
Düzdürmü? Siz bu 2n plus 2 necə yazardınız? 2n plus 1 şəklində yaza bilərdinizmi? Yazardınız. Yəni ki, bu 2 qalsın, n plus 1 də burada qalsın. Biz bunu açsaq neçə eləyər? 2n plus 4 eləyər, düzdürmü? Bu hidrogen atomlarının sayını göstərir. Bizdə isə nə deyir? Karbon atomlarının sayı deyir x-dır. Yəni, bunun bir qaydası var. Mötərizədə gördüyünüz bu S, n plus 1 karbon sayıdır. Yəni, burada da n plus 1'i görsünüz. Eyni şeydir. Əgər bizim bunu silim bir dəqiqə. Bax, ümumiyyətcə formulu budur. Bunu yazaram, qıraqda dursun. N H2N plus 2. Bu bizim formulumuzdur. Alkanların ümumi formulu. Bu qalsın. Hidrogen atomlarının sayı isə 2n plus mötərizə n plus 1 üstəgəl 2'dir. Biz edək karbonumuz n plus 1'dir. Gəlin həqiqətən də qoyaq görək. Sonda bu hidrogen sayda toplasaz axırda 2n plus 4 eləyir. Bu eləyirmi? Yazıram. Karbonu n'dir də. Bu n'in yerində n plus 1 qoyuram. N plus 1. Hidrogen. Neyini hidrogen? N'i 2'ye vurmalıdır. Gəlin n plus 1'i 2'ye vuraq. 2'ni vururam. N plus 1'ə. Və sonda deyir üstünə 2 gəl. Üstünə də gəlirəm 2. Həqiqətən də bu 2n plus 1 bölü 2'ni mən burada aldım. Yəni belə nəticə gəlir ki, mötərizədə nə görsək hidrogen atomlarının sayı bu mötərizə. Elə bu karbonun göstəricisidir. Baxaq 106-ya. Karbon zənciri verilən doymuş karbohidrogəndə neçə hidrogen atomu olmalıdır? Biz bunu birləşdirəndə sadəcə xəttlərin sayını, hidrogenlərin sayını tamamlayırıq. Yəni, normalda CH4-dür da, düzdür. Əgər bir xətti çıxıbsa, deməli bu 1'in çıxır 4'dən CH3 qalır. Bax, CH3. Sonra xətt. Bu karbondan 4 xətt çıxıb. 1, 2, 3, 4. Elə sadəcə karbon olaraq qalır. Hidrogeni yoxdur. Yuxarıdakına baxın. Bir dənə xətt çıxıb bundan bax. Deməli bu da CH3'dür. Aşağısındakına da bir xətt çıxıb. Bu da CH3'dür. Sonra bu xəttə baxın. 2 xətt çıxıb. Deməli bu 4'dən 2 çıxan CH2'dir. Buradan da bir dənə xətt çıxıb. Deməli bu da CH3'dür. Yuxarıdakı CH4'ü sileyim. Siz karışdırmasın. Baxın. 3 burada. 3'ü burada. Gördünüz. 3'ü burada. İkisi burada. Aha. 3'ü də burada. Neçə elədi uşaqlar? 4 dəfə 3, 12. 2'dən də 14. Deməli cavabımız da 106 elədi. Y variantı. Niyə də belə edə bilərsiniz? Ancaq bizdə burada demək baxın. Alkan demək. Amma zaten doymuş karbohidrogen alkandır. Tək xəttlərində görürük biz buradan. Sayırsınız neçə karbon var? 1, 2, 3, 4, 5, 6. 6 karbonu varsa bu da hidrogen də əlbəttə ki 14 olmalıdır. 2'yə vurub üzərinə 2 gəlir. Pentanın izomerini göstərir. Ümumiyyətcə pentan 5 karbonludur. 2'yə vurub üzərinə 2 gəlirəm, 12 elədim. Baxın, 1, 2, 3, 4, 5, 6. Burada 6 karbon var. 5 karbon olmalıdır. Deməli, az getdi. B'yə baxın, 1, 2, 3, 4, 5. B variantı qalsın. C'yə baxın, 1, 2, 3, 4, 5, 6. Burada da 6 karbon var, getdi. D'də 4 karbonu var, getdi. Y'də 1, 2, 3, 4, 5, 6, 7. Bu da getdi. Qaldı cavabımız B variantı. 107'də oldu B variantı.
108'də heksan izomerin, heksanda da 6 karbon var. C6H14. 6 karbon axtarmalıyıq. 1, 2, 3, 4, 5. Bu getdi. 1, 2, 3, 4, 5, 6. Elə cavabımız da B variantı eləyir 108'də. Baxaq 109'a. Nə deyir? Deyir ki, alkan molekulunda karbon atomun sayı N+1. Yəni karbonun aşağısına yaz N+1. Birinci alkan ümumi formulu nə idi? 2N+2. Yəni N 2'ye vur, üstünə 2 gəl. N+1'i 2'ye vur. Neçə elədi? 2N+2. Üstünə 2 gəl. 2N+4. N+1, 2N+4. Cavabımız elədi 109'da C variantı. 110'da. Hansı reaksiyadan propan alınır? Propan, burada birinci, ikincidə biz Würz reaksiyası görürük əlbəttə ki. Baxın, propanda 3 karbon olur uşaqlar. Yəni propan C3H8'dir. Würz reaksiyası nə idi? Özündən alınmalıydı da, düzdür? Özündən alınmalıdır. Deməli, baxın, ümumiyyətcə burada natrium götürəcək bu 2 yodu. Yəni bu birinci elə bildim Würzdür, Würz deyil. Çünki burada plus var, baxın. Aha. Birinci Würz deyil. Würz ikincidir. Birinci də alınacaq. Niyə? Çünki 1 karbon var, 2 karbon var, axırda 3 karbon. C3H8. Natrium da bu yodları götürəcək. İkinci də olmur. Çünki natrium xloru götürür və C3H7 bir də C3H7 alınır. Bu şəkildə. Özündən alınmalıdır bir də C3H7. Burada 6 karbon. 6 karbon heksandır. Propan deyil. Demək birinci düzdür, ikinci səhvdir. Üçüncüdə də alınır uşaqlar. Bu hidrogen gəlib buradakı bu pilləri qırır. Axırda alınır CH3, CH2 və CH3. Gördünüz mü? 3 karbonlu propan. Deməli 3 də düzdür. Onda cavabımız nə eləyir bizim? 1-3-Y variantı. 111'ə baxaq. Hansı reaksiyon etan alınır? Etanda 2 karbondur. C2H6'dır. Natrium əlbəttə yodu götürəcək, bu Würzdür. CH3, bir dənə də CH3 özündən alındı mı? Bu da etandır. Baxın, 2 karbon, 6 hidrogen. Deməli, birinciden alındı. İkinciden alınmış. İkinciden C2H2 alınır. Etan isə C2H6'dır. Üçüncüdən C2H4 üzərinə H2 gələndə, bəli. Bax, 4 ilə 2'ni toplayırsınız, 6 eləyir. C2H6. Bu da etandır. Bu da alındı. 1 ilə 3. Cavabımız elədi B variantı. 112'ye baxaq. Karbohidrogenimiz alkandır. Tamam. Molekulunda karbon atomlarının sayı N+1'dir. Molekulunda hidrogen atomlarının sayı tap. Bayaqçı qayda ilə N+1'i biz 2'ye vurmalıyıq. Üzərinə 2 gəlməliyik. Ki hidrogen tapaq. Bu da 2N+4 edir uşaqlar. 113'də. Deməli, bu 113'ü gəlin yazaq biz. Deyir karbohidrogenimiz alkandır. Tamam, alkandırsa CH2+2 formuludur. Nə deyir? Deyir ki 1 molun tam yanmasından alınan suyun mol sayı N+2'dir. Hidrogen atomlarının sayını tap. Aşağılar yazıram. Alkan. Yəni, ümumiyyətcə bir CXHY yazım. Biz əslində bunu aynı anda işarələyə bilərik. Yəni, necə? Bir alkan götürürük. Yəni, baxın, formul nədir? CH2+2 deyil. Burada N var, burada da N ilə işarəliyib. Gəlin qarışdırmamaq üçün bu N'in yerinə biz A yazaq.
Yəni yazaq ki, Ca 2A üstəgəl 2. H2A üstəgəl 2. Bunu silim onda. Hə, indi baxın. Bu yansa əgər neçə karbon qazı alınır? A mol qədər karbon qazı alınır. ACO2. Nə qədər su alınır? A plus 1 su alınır. Yaxşı. Nə qədər su alınır? Alkanlarda biz bilirik ki 3A plus 1 böl 2 oksigen alınır. Su nədir? Oksigen alınır. İndi baxın. Burada deyir suyum olsa N plus 2. Biz nə tapdıq? A plus 1. Yəni A plus 1'i bərabər eləyək biz N plus 2'yə. Buradan A eləyir N plus 1. Tamam. A'mız nə elədi? N plus 1. Davamını gəlin baxaq. Burada A'nın yerinə gətirib N plus 1 qoyacaq əlbəttə ki. N plus 1 qoysaq, N plus 1'i biz 2'yə vurmalıyıq. Üstə 2 gəlməliyik. İndi neçə eləyir bu? 2N üstə gəl 4 eləyir. Yəni cavabımız elədi C variantı bu şəkildə. 114'ə baxaq. Nə deyir? Oksigen əmsalını müəyyən edin. Baxın. Neçə karbon var? 3. Buraya yazaram 3. Neçə hidrogen var? 8. Buraya yazaram 4. Neçə oksigen var burada? Ümumi 6. Burada 4. 10. Burada düşür 5. Bu qədər. Cavab Y. 115'te. Propan və butan üçün doğru ifadələri müəyyən edin. İkisi də metanın homologudurmu? Bəli, əlbəttə ki. Havadan ağır qazlardırmı? Uşaqlar, havadan ağırdır. Bəli, çünki propan yazılır C3H8, butan yazılır C4H10. Havada 29'dur. Bunların da kütlələri, yəni emirləri 29'dan böyükdür. Ona görə havadan ağırdır. Suda yaxşı həll olur, xeyr. Alkanlar suda yaxşı həll olmur. Cavabımız elədir A variantı. 116'da deyir doğru deyil. Propan üçün. Metan homologudur. İzomeri bəlli yox. Çünki izomeri 4'dən başlayır, butandan başlayır. Suda yaxşı həll olur. Bu da səhvdir. Ona görə səhv B variantı. Yalnız 3. 117'də. Qaz halındadır. İzomeri var. Havadan ağırdır. Bu hansı maddəyə uyğundur? Yəni elə bir maddə götürməliyik ki, həm qaz halında olsun, həm izomeri olsun, həm də havadan ağır qaz olsun. Baxın, qaz halında biz bilirik ki, karbon 1-4 arası qaz halında olur. Yəni baxın, biz A'nın dil çıxarıq. İzomeri var. İzomer də bilirik ki, əlbəttə ki, butandan başlayır. Yəni metanda ola bilməz, etanda ola bilməz. Ona görə qalır cavabımız Y variantı. Və butanda havadan ağırdır. İndi baxın. Qaz halında olsun, onda karbon 1-4 arası axtarmalıyıq. Yəni biz 5-dən 8'e çıxaq. D-yə getdi. İzomeri olmasın. İzomeri də biz bilirik ki, yenə metan, etan, propanda yoxdur. Ancaq butanda var. A'nı çıxartdıq. Havadan ağır qaz da propandır. Metan havadan ağır deyil. Yəni 29'dan kiçikdir emeri. 119'dan. Molekulunda karbon atom sayı X-də 1'dir, Y-də 2'dir, Z-də 3'dür. Hidrogen atomlarının sayını tapın. Bax, metan 1 karbonu varsa H4 elində. Çünki 2'yə vurub üstünə 2 gəlirik. Formul necə idi? N H2N üstəgəl 2. Hidrogen tapmaq üçün karbonun sayını 2'yə vurub üstə 2 gəlməliyik. 1'i 2'yə vururam 2, üstünə 2 gəlirəm 4. 2'ni 2'yə vururam 4, üstünə 2 gəlirəm 6. 3'ü 2'yə vururam 6, üstünə 2 gəlirəm 8.
4, 6, 8 B variantı. Baxaq 120-yə. Eyni şəkildə. Bura tərsinə 4, 6, 8-i verib. İndi gəlin 2-yə bölək 2 çıxaq. 4-ü 2-yə böləm 2, 2 də çıxıram. Necə olub dəqiqə? 2-yə bölməliyəm. Baxın, bu CH4-dür da, düzdür. 4 isə bunun 1 karbonu var. 6. C2H6-da var. Bu 2-dir deməli. Bu da 3-dür. Eynicəyin tərsəsi. 1, 2, 3. Y variantı. 121-də. İndi baxın. 4 mol su alınır deyir yananda. 4 H2O yəni. 4 H2O-da neçə karbon, neçə hidrogen var? 8 hidrogeni var. 5, 6 suda 12 hidrogeni var. 5 mol suda 10 hidrogen var. Yəni yazmağa ehtiyac yoxdur bunları. 8 hidrogen olan alkanımız adı C3H8'dir. Propan. Ya da siz belə deyə bilərsiniz. 2N plus 2 də axı formulumuz. Yəni CnH2n plus 2. Bu 2N plus 2-ni 8-də bərabər eləyərsiniz. Buradan N'iniz çıxar 3. 3 olan propan. Sonra 2N plus 2-ni bərabər eləyərsiniz 12-yə. Buradan N'iniz 5 eləyər. Deməli 5 olan alkanda pentandır. 10 olan da butandır. Cavabımız elədir A variantı. 122-yə baxaq. 122 deyir maddə alkandır. Nə gözəl. Davamında nə deyir? Deyir ki, mol miqdarı 0,1-dir. Neytronların mol miqdarı da 2,4-dür. Dən bunu burada yazaq. Lütfen yenə silək. Aha. 0,1-də 2,4 neytron varsa, bəs birində nə qədərdir? X. X-imiz də elədi 24 neytron. Düzdürmü? Neçə tapdıq? 24 neytron tapdıq X-imizə. İndi baxın. Alkanlarda CnH2n plus 2-dir. Düzdürmü? Neytron sayı karbonda 6 neytron var. Ona görə 6-nı N-ə vuram, eləyir 6N. Hidrogende də neytron yoxdur. Yəni 0-dır. 0-da 2N plus 2-yə vuranda elə 0 olaraq qalır. 6-nı da siz 24 neytrona bərabərləsəz, N-iniz də buradan çıxar 4. Deməli, bizim formulumuz C4H10-uymuş uşaqlar. Cavabımız nədir? D variantı. 123-də. Deyir, rəngsizləşdirmir kalium permanqanatın suda məhlulunu. Əlbəttə ki, alkanlar. An olanda etan. Y variantı. 124-də. Aha. Burada deməli 1500 dərəcədə parçalanarsa əgər uşaqlar C2H2 alınır. Ancaq 1000 dərəcədə parçalansa karbon üstəgəl hidrogen alınır. 500-600 dərəcədə parçalanırsa C2H4 üstəgəl hidrogen alınır. İndi baxın. 1500 dərəcədə parçalanırsa biz X-imiz olur C2H2, Y-imiz də olur H2. İndi bax, C2H2 üzərində X-dən Y toplasaq, yəni C2H2-nin üzərinə də biz H2 gəlsək, deməli, bizdən deyil X-dən Y reaksiya gedir, axırda Z alınır. O da eləyər C2H4. Cavabımız da eləyər D variantı.
125-də deyir Euler Venn diaqramına uyğun ifadələri müəyyən edin. Metanla etanı deyir. Metan nədir? CH4-dür. Etan nədir? C2H6-dır. İndi baxın. Molar kütləsi 16 qramdır. Bu metanın molar kütləsi 16 qramdır uşaqlar. Karbon 12, hidrogen 4, 16 edir. Rus reaksiyasını almaq olmur, metanı almaq olmur uşaqlar. Bir molun həcmi 22,4 litrdir. Qazların biz bilirik həcmləri 22,4 litr olur. İkisi də qaz halındadır. 3 gedir ortaya. Havadan ağır qazdır etan uşaqlar. CnH2 plus 2 formulda alkanlara aid. İkisi də alkandır deyə bu da ortaya gedir. 1, 2, 3, 5 və 4. Cavab elədi Y variantı. 126-da maddələri müəyyən edin. Deyir yanan maddə, yanmaya kömək edən maddə, yanğını söndürən maddə. Ay uşaqlar, yanan maddə karbohidrogendir. CH8 ikinci. Aha. Yanmaya kömək edən oksigendir əlbəttə ki. İkini bura götür. Yanğını söndürən də su ilə karbon qazıdır. Cavabımız deyilir A variantı. Tərkibini eyni mol sayda bunu da yazmalıyıq biz. Aha. Deməli, lövhənsliv nə deyir? Deyir ki, tərkibində eyni mol sayda etan var və butan var. Olan qaz qarışığının tam yanması 5 mol. Oksigen sərf olunmuşsa, əmələ gələn karbon qazının mol sayını müəyyən edin. Baxın, bir metan götürürəm, bir etan götürürəm, bir butan götürürəm. Bir dəqiqə, bunu qarayla yazım. Aha. Yəni, bir etanım C2H6 götürməliyəm, bir butanı götürməliyəm, C4H10. İkisi də neyini yandıram, ikisi də üzərinə oksigen gəlir. Gəlirlərmi? Gəlirəm. Və ikisindən də nə alınır? Karbon qazı, su. Bütün karbohidrogenlərdən yanında karbon qazı və su alınır. Yenə CO2, su. Bu öz qaydasında. Əlbəttə ki, biz burada əmsallaşdırma da aparmalıyıq. Deməli, bura 2 düşür. Bura deməli, baxın, 4 karbon, bura 4 yazaram. Bura 6, 8, 6, 14, burada 7 düşür. Aha. Gəlin buna baxaq. 4 karbon varsa, bura 4 yazaram. Bura 5, 4, 2, 8, 5, 13. Tam olması üçün gəlin hər tərəfi 2-yə vuraq. Deməli, bura 2 yazaram. İndi baxın, 8 karbon oldu mu? Bura 8 yazıram. Burada neçə hidrogen var? 20 hidrogen var. Onda bura 10 yazaram. İndi burada 13 düşər. İndi baxın. Burada x-ləmə aparırıq. Burada 2x yazıram. 2 dənədir deyə. Bura 7x yazıram. Bura 4x yazıram. Çünki bilmirik nə qədərdir. 6x yazıram. İndi burada y-ləyək. Bura 2y yazım. Bura 13y yazım. Bura 8y yazım. Burada 10y. Daha sonra bizə deyir ki, 5 mol oksigen sərf olunub. Yəni bu 7x ilə 13y-in cəmi 5 yazıram. 7x üstə gəl. 13y bərabər 5. Daha sonra və bizə deyir ki, eyni mol sayıdır. Yəni 2x ilə 2y bərabərdir. Eyni mol sayı deyir, götür etandan butanı. Burada 2x etan götürmüşəm. Burada 2y butan götürmüşəm. Yəni bu 2x bərabər deyil 2y-ə. Onda x bərabər olur y-ə. Gətirərəm. Ya x-i yerinə y qoyuram, ya y-in yerinə x qoyuram. Gəlin x-i yerinə y qoyaq. X-i yerinə y qoyuram. 7y üstə gəl 13y bərabərdir 5-ə. 20y bərabər 5-isə y də bərabər eləyir 0,25.
Onda x-im də 0,25 oldu. Düzdürmü? Bizə də deyir ki, əmələ gələn karbon qazı. Əmələ gələn karbon qazı yuxarıda 4x-dir. Burada 8y-dir. Bura yazıram. 4 ya da elə bura yanına yazdım. Baxın. 4x aldıq. Düzdürmü? 4x. 4'ü vururam 0,25'e. Neçə eləyir? 1. 8'e 0,25'e vursam y-im də 0,25'dir. 2. 1 ilə də 2'ni toplayıram 3 eləyir. Cavabımız elədir 127-də A variantı.